Salam gənclər, hər birinizə. Mən Ceyhun İsmailov. Bugün mən sizə Netflix-dəki 2 alt yazı funksiyasından danışacağam ki, siz bunun ingilis dilini və yaxud da hər hansı bir xarici dil daha rahat şəkildə öyrənə bilərsiniz. Bunu çox adam Netflix-də bilmir bu funksiyanı. Çox yaxşı dilin necə bir şey olduğunu göstərəcəm sizə. İlk bu kompüterdə olur ancaq bildiyim qədərilə və Netflix-ə burada Google-dan girəcəksiniz siz. Google-a Netflix-ə girməmişdən əvvəl birinci Google-a yazırsınız ki, Language Reactor. Burada ilk sayta giririk. Bura bastıq. Mən burada əlavə eləmişəm bir dəqiqə. Add to Chrome var. Buna basırsan. Google-a bunu əlavə elədin. Burada gəlir ki, öyrəndiyiniz dil və çeviri dili. Siz burada fikirləşə bilərsiniz ki, yəqin ancaq türkcə alt yazılı baxacağam. Mən belə deyil, bəs fərqli necə bir şey olduğunu görəcəksiniz. Burada istədiyiniz dili öyrənmək istədiyiniz dili seçirsiniz və çeviri dilini də seçirsiniz. Burada Azərbaycan dili yoxdur deyə türk dilini seçərsiniz. Yəqin çox adam burada türk dilini bilir. Aha. Ondan sonra bura giririk. Netflix-ə ondan sonra giririk. Burada hər hansısa bir serialı açaq. İndi bir dəqiqə bura əlavə olunmalıdır bu. Dil dəyişdir. Gəldi. Burada lütfən ana dilinizi, yəni türk dilini seçdik. Deməli, burada indi sizə serial görsənməyəcək, çünki Netflix qadağan eləyib burada ekran görüntüsü almağı. Amma alt yazı sizə görsənir də. Deməli, serial ingilis dilindədir, alt yazı da ingilis dili şəklindədir və eyni zamanda türk dilindədir. İkisi də eyni anda var. Və tutaq ki, mən burada bir sözün mənasını bilmirəm. Tepsi sözün mənasını bilmirəm. İstan gətirirəm tepsi sözünün üstünə və burada mənasını göstərir. Yəni, çox adam seriala baxanda nə edir? Tutaq ki, bir sözün mənasını bilmədisə, əgər girir Google Translate falan oradan baxmağa çalışır və uzun vaxt aparır da bu. Bu şəkildə tutaq ki, working sözün mənasını bilmirəm, üstünə gətirirəm sən və mənasını göstərir. Yəni, çox effektivdir də bu. Yəni, düşünürəm ki, buna ingilis dilini çox yaxşı şəkildə mən özüm də bundan xeyli istifadə eləmişəm, mənə kömək olub. Yəni, istifadə edə bilərsiniz. Biz qabağa verək. Yenə də onsuz da sizdə ekran görsənməyəcək, alt yazı görsənir burada. Səs də gəlir yəqin. Gördüyünüz kimi serial gedir. 2 alt yazı görsənir və bilmədiyiniz sözün üstünə gətirirsiniz. Sanı və burada mənasını göstərir. Bu şəkildə. Netflix-də də onsuz da yəni ingilis dilini öyrənmək üçün baxılacaq serial məncə çoxdur. Mən özüm də biraz bu barədə araşdırma elədim. Özü baxdığım serialları da sizə göstərəcəm indi burada. İlk olaraq, əgər siz ingilis dilində sırf başlanğıc səviyyədəsinizsə və bayaq dediyim kimi bu ingilis dilinə də aid deyil, təkcə digər dilləri də seçib, digər dilləri də bu şəkildə öyrənə bilərsiniz. Sırf ingilis dilində başlanğıc səviyyədə olan adamlar üçün əslində Netflix-də elə də serial yoxdur. Sadəcə birini tapdım. Bu serialdır ki, yəni əslində çizgi filmdir. Sadəcə Britaniya aksentindədir və həqiqətən başlanğıc səviyyə üçün çox yaxşı bir animasiyadır. İndi mən sizə öz baxdığım serialları burada deyəcəm ki, bunlar daha çox orta səviyyədə, yəni ingilis dilində orta səviyyədə olanlar üçün olanların izləyə biləcəyi seriallardır. The Good Place var məsəl üçün. Yəni, mən burada sizə daha çox elə bir maraqlı seriallar göstərəcəm ki, ingilis dilində bir növ necə deyim, sıxıcı gəlməsin də sizə. Və bu həqiqətən də maraqlıdır. Sitcom, tam sitcom sayılır bəlkə də bilmirəm. Yəni, burada elə bir
Bu qadın da elə bil ölür, öləndən sonra da The Good Place və The Bad Place yerləri vardı. Elə bil o The Good Place-ə düşür. Və burada onun macəralarını görürük. Daha sonra çox adam bildiyi məsələn Stranger Things var. Buna baxa bilərsiniz. Sonra mənim baxdıqlarımdan Breaking Bad. Bunu tam bitirməmişəm, elə baxıram, amma həqiqətən çox maraqlıdır. Sonra Rick and Morty var. Animasiyalara baxmağınızı xüsusən tövsiyə edirəm. Nəyə görə? Çünki animasiyadakı bu səsləndirmələr daha çox studiolarda olur deyə, orada səsləndirmə daha yaxşı olur. Seriallara nisbətən daha aydın şəkildə səsləndirilir deyə nisbətən daha rahat başa düşə bilirsiniz. Amma bu bayaqdan dediklərimin hamısı bir növ orta səviyyədir. Biri də var məsəl üçün, ona baxdıq elə başda. 13 Reasons Why. Bu da bir kitabdan götürülüb. Bunun kitabını oxumuşdum mən. Həqiqətən bu da maraqlıdır. İndi nisbətən ingilis dilisi daha yaxşı olanlar üçün, üst səviyyə olanlar üçün bir-iki serial göstərəcəm. Məsələn, Peaky Blinders. Bunun elə bil şeydə biraz ağırdır, aksenti də. Daha çox Britaniya aksentinin də elə bil hər hansısa bir bölgənin aksenti olmalı, səhv eləmirəmsə, Britaniyada. Yəni bir növ biraz sizə çətin gələ bilərdi. Əgər orta səviyyəsinizsə, bunu izləməyinizi tövsiyə edirəm. Daha sonra bir dəqiqə Black Mirror var. Buna mən baxmamışam. Sadəcə bunu mənə tövsiyə edilər ki, bu da yəni yuxarı səviyyə, advanced səviyyələr üçündür. Buna da baxa bilərsiniz. Bəli, yəni tövsiyələrim bu qədər idi mənim. Elə buradan başqa baxdığım hər hansı bir serial yoxdur. Siz özünüz də yəni araşdırıb sizin üçün yaxşı olanı seçə bilərsiniz. Və dediyim kimi, yəni bu ikili alt yazı funksiyasından istifadə eləsəz, o həqiqətən sizin ingilis dilini öyrənməyiniz üçün çox böyük fayda sağlayacaq. Bəli, videomuz bu qədər idi. Növbəti videolarda görüşmək üzrə. Əgər videomu bəyəndinizsə, like atmağı və kanalıma abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək sağ olun.